Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Bugünkü mövzumuz Azərbaycan Xalq Cümhuriyyəti haqqında olacaq. Şagirdlər qrupdan müraciətinə görə mən bu mövzunu çəkməyə özümə borc bildim. Sadəcə müəyyən mənada, belə deyim ki, sıxlaşdırılmış formada bu mövzunu izah edəcəm. Bildiyiniz kimi, ən əsas Azərbaycanda Xalq Cümhuriyyəti, birinci mənada, ən birinci bu Xalq Cümhuriyyəti deyirik. Bunun dövrü əsasdır. Fakt, biz bugün əsas mövzumuz Azərbaycan Xalq Cümhuriyyəti olacaq. Amma ki, mən sizə bugün fərqli bir şey izah edeyim. Həmişə abituriyentlər və şagirdlər üçün bu çox önəmli və vacib olur. Nə? Respublika dövrü, Azərbaycanda Respublika dövrünü biz hansı şəkildə götürürük? Götürdüyümüz mövzu bu şəkildə olur. 1918-20-ci illər birinci Respublika dövrü, İkinci Respublika dövrü deyəndə burada diqqətli olmalıyıq. Baxın, bizim Azərbaycana aid olsa da, biz artıq 1920-91-ci illərdə bildiyimiz kimi Sovet Sosialist Respublikalar İttifaqının tərkibində olmuşuq. Yəni, bu Azərbaycan SSR Respublikasıdır. Başa düşdünüz? Yəni, SSR-in tərkibində olduğumuz Respublika dövrü ikinci dövrə təsadüf edir. Burada diqqətli olmalısınız. Və sonuncu Respublika dövrü isə 91-dən artıq hələ də davamlı şəkildə davam edir. Yəni, 3-cü Respublika dövrü hələ də bitməyib. Müəyyən mənada mən bunu sizlərə izah eləməyə özümə borc bildim. Çünki niyə? Şagirdlər müəyyən mənada kitabda görürlər, çaşırlar. Deyirlər ki, müəllim, bəs axı kitabda 2-ci Respublika dövrümüzdə var. 2-ci Respublika dövründə diqqətli olun, hər zaman. 1920-91-ci ildə birinci Sovet Sosialist Respublikasının tərkibində olduğumuz dövrü əhatə edir. Və Azərbaycan Xalq Cümhuriyyəti, belə deyək ki, qısa şəkildə Xalq Cümhuriyyəti öz dövlətini yaratmaq üçün, birliyini yaratmaq üçün, belə deyək, müəyyən addımlar atdı. Bu addımların yaranmağına ilk şərait nə vaxt idi? Bildiyimiz kimi 1917-ci il fevral inqilabı. Bu artıq bütün Azərbaycan üçün bir işıq oldu və Azərbaycanın qarşısında yol açdı. Bundan başqa daha da bizi ruhlandıran səbəb nə idi? 1918-ci il may ayının 26-sı Gürcüstanın ayrılması, Seymin iclasında Gürcüstanın onu tərk etməsinlə artıq öz müstəqilliyini elan etdi. Və bundan sonra Azərbaycan da artıq öz sosial inkişafını və müqəddəratını, taleyini həll eləmək üçün neynədir? 1918-ci ilin may ayının 27-sində Cənubi Qafqaz Seyminin Azərbaycan fraksiyasının fövqəladə iclasını təyin edərlər. Burada məsələ nə idi? Burada məsələ Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə Azərbaycanda yeni bir işarətə, yeni bir işarə idi ki, artıq öz müstəqilliyimizi, öz müqəddəratımızı hər hansısa bir dövlətin əlində yox, öz daxilimizdə həll etməyin zamanı çatmışdı. Və bununla da 1918-ci ildə mayın 27-sində həmin iclasda qərarlar qəbul olundu. Bu qərarlar nə idi? Azərbaycan Müvəqqəti Milli Şurasının yaranması və burada Məmməd Əmin Rəsulzadənin onun rəhbəri seçilməsi idi. Və həmin bu Milli Şuranın yaranmasını bəyan edərək onlar 1918-ci il mayın 28-də də Tiflisdə Milli Şuranın elə ilk addımdaca iclasını keçirdilər. Və bununla da neynədilər? Artıq Azərbaycan üçün istiqlaliyyət bəyannaməsini burada qəbul edədilər. Burada qərarlı idi, Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar və Fətəli Xalq Vojskinin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin, müvəqqəti hökumətinin birinci hökumətini təşkil etdilər. Artıq deməli rəhbərimiz kim idi? Fətəli Xalq Vojski və ilk addım olaraq neynədi? Birinci hökuməti təşkil elədik. Artıq bununla da nə oldu? Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan müsəlman şərqinin və Türk dünyasının, yəni belə deyək ki, Türk dünyasının ilk dövlətlərindən biri oldu və bunu da
bu xəbəri digər dövlətlərə necə verdilər? Radio, teleqraf vasitəsinə. Yəni, rabitə vasitəsi kimi düşünün ki, necə zənglər, köhnə vaxtı telefonla zəngləri qulağımızdan, dəstəklə falanla olurdu. Yəni, onun biraz daha qədim formasını fikirləşin. Yəni, bu şəkildə rabitə ötürücüsü kimi düşünürük. Hərbi xidmətdə olanlar bu işi daha yaxşı qəbul edə biləcək. Və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət bəyannaməsinin əsasını nə təşkil edirdi? Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını, bayrağını, himnini, dövləti, bundan əlavə pul, bütün hər biri, yəni vətəndaş azadlığını falan hər birini içində neyini yerdi? Hər birini daxildə özündə birləşdirirdi. Və İstiqlaliyyət bəyannaməsinin əsas bəndlərindən birində isə Azərbaycan hakimiyyətini, yəni Xalq Cümhuriyyəti dövründə xalqın seçdiyi Milli Şura idarə etməli idi. Və belə deyim ki, sizə bunu bəyan edeyim, Milli Şura qərar versə də onun da rəhbər olduğu şəxslərlə fikir mübadiləsi aparmağa şansları vardır. Burada diqqətli olmalıyıq nəyə? Diqqətli olmalıyıq Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövrdə, yəni bu qarışıqlıq dövründə özünü müstəqil elan elədi. Amma halbuki müəyyən mənada hələ ki dəsti xəttin inkişafına, birliyə çox zaman xərcləməli idi. Və burada ortada nələr dayanırdı? Artıq tədbirlər, dostluq münasibətləri qurmaq lazım idi və bu tədbirləri, bu ilk addımları atmaq üçün nə edilər? İlk olaraq Türk dünyasına güvəndilər. Kimə? Osmanlı dövlətinə və ilk addımı onlarla atdılar. Bunu necə elədilər? 1918-ci ilin iyun ayının 4-də Batumda sülh və dostluq müqaviləsini imzalandı. Batum müqaviləsinin şərtləri nələrdən ibarət idi? Bildiyimiz kimi Osmanlı dövləti ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətini rəsmi dövlət kimi tanıyır. Və burada nə qeyd olunurdu? Bax, dostluq müqaviləsi deyiriksə, sülh deyiriksə, burada bir-birinə tərəfdaşlıq, bir-birinə birgəlik, hərbi yardım, ərzaq yardımı, məsələn, döyüşçü yardımı, bütün hər birində nə edəcəkdi? Ölkənin təhlükəsizliyi naminə Osmanlı dövləti hər zaman nə lazım olsa Azərbaycan Xalq Cümhuriyyətinin yanında olacağına söz verdi. Yəni, belə deyək, bu müqavilə ilə də təsdiq etdi. Osmanlı ilə münasibətlərin daha yaxşı olmağı bu bizim üçün vacib amillərdən biri idi. Niyə görə? İndi baxın, həmin dövrdə bildiyimiz kimi Birinci Dünya Müharibəsi bitmişdi və Birinci Dünya Müharibəsindən zərbə alan dövlətlərdən biri də Osmanlı dövləti idi. Yəni, hər nə qədər bizlə müqavilə bağlasa da, həmin dövrdə dağınıq vəziyyət idi və buna görə də nə hadisələr baş verirdi? Azərbaycanın özünü daha da gücləndirməyi və özünə arxalığı olmağı vacib idi. Və bu dövrdə, belə deyim ki, AXC-yə kömək üçün Osmanlıdan Nuru Paşanın başçılığı ilə bir əlahiddə ordu göndərildi. Niyə? Azərbaycan ordusuna dəstək olsun və digər qonşu dövlətlərlə münasibətlərini sabitləyənə və onlar həmin Azərbaycan Xalq Cümhuriyyətini tanıyana qədər nə eləməli idi? Həmin vəziyyəti yumşaltmalı idi. Bax, sözün loru dildə niyə izah edirəm? Bəzən olur ki, müəllimlər biraz, belə deyim də, elmi cəhətdən çox daha istifadə edəndə şagirdin diqqəti yayınır və o sual onu yorur və həmin mövzunun o hissəsi artıq onda problemlər yarada bilir. Ona görə diqqətli olaq. Çalışaq ki, mövzunu izah eləyəndə bəzilərinə aiddir. Bu mövzunu izah eləyəndə sən görürsən ki, məsələn, elmi dildə verilibsə, onu çalış şagirdin başa düşəcəyi, əhatəli dildə də izah eləməyi mümkündür. Və burada ortada belə bir məsələ var idi. Artıq belə deyim ki, Bakı nefti əsas məsələ idi. Yəni, bildiyimiz kimi, Bakı neftinin problemi nəyə gətirib çıxardırdı? Bütün hamısının diqqətinin Azərbaycanda olmağına və Bakı neftinə də Xalq Komissarları Soveti
hərəki nəzarət eləməyə çalışırdı. Bakı Xalq Komissarları Soveti və onlar niyə bunu eləyirlər? Ona görə ki, istəmirdilər ki, Bakı nefti, yəni dövlətin bel sütunudur, belə deyək. O artıq həmin dövlətdə satışından gələn paylar onu neyniyəcək? Daha da qaldıra biləcək və iqtisadiyyatını gücləndirə biləcək. Ona görə də yəni bütün bu tədbirləri ermənilər əsasən də bizə qarşı ona görə eləyirdilər ki, yəni Azərbaycan qüvvətlənə və qüdrətlənə bilməsinlər. Amma ortada belə bir məsələ var idi. Bu anlaşılmazlıqlar nəyə səbəb olur? Osmanlı ilə həmin bu dövrdə, yəni ermənilərin təşviqatıyla Gürcü və Almanlar Osmanlı ilə toqquşurlar və onların arasında, baxın orada qeyd eləmişəm, Borçalı döyüşü baş verir. Və bu Borçalı döyüşünün baş verməsində burada nə olur? Alman-Gürcü qoşunlarını məğlubiyyəti ilə nəticələnir və bu da neyini? Almaniyanın artıq Azərbaycan Xalq Cumhuriyyətinin daxili işlərinə qarışmamağı üçün belə deyək də bir xəbərdarlıq idi. Və bu niyə görə bu hadisə baş verir? Baxın, Osmanlı ordusunun artıq Azərbaycana dəstəyə gəldiyi bilinirdi və bundan Almanlar və Gürcülər, hətta ermənilər belə bundan təşvişə düşdülər. Niyə görə? Baxın, ermənilərin niyyəti nə idi? Hər hansısa bir türk dövlətinin ərazisində özünə dövlət qurmaq, dövlət yaratmaq və buna görə də nə edirdilər? Hətta bu hadisələri 1915-ci illə də əlaqələndirə bilərik. Baxın, 1915-ci ildə ermənilər Birinci Dünya müharibəsində atdığı bir faktiki addım var idi. Nə idi? Bütün dövlət sirlərini, məlumatlarını, yəni Osmanlı daxilində baş verən bütün məlumatları ötürürlər və öz, belə deyək də, yaşadıkları yerə xəyanət edirdilər. Onların dövlət onlar üçün maraqlı deyildi. Onlara satqınlıq eləsələr də özlərinə dövlət yaradacaq bir, belə deyək də, müttəfiq axtarırlar. Və bütün bu hadisələr neyini? Yəni, qabarıqlı şəkildə ermənilərin necə xislət sahibi olduğunu bildirir. Hətta biz bir başqa cəhətini izah edəcəm. Müəyyən mənada, məsəl üçün, Azərbaycan Xalq Cumhuriyyəti dövründə iqta kimi bağışlanan, belə deyək də, müəyyən mənada yaşamaq üçün verilən torpağa yiyələnərək, orada dövlət qurmaq və o dövləti yaratmaq, bundan sonra acgözlük edərək Azərbaycanın digər ərazilərinə göz tikmək və uzun illər Azərbaycan xalqına məxsus olan Qarabağ kimi bir, belə deyək ki, torpağımızı öz nəzarətlərində saxladılar və xislətləri, onların nüfuzları doymurdu və bütün bu erməni həngamələrini biz zaten görə-görə, yaşaya-yaşaya gördük və bunların da ağır cavabını aldılar. 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində biz, belə deyək də, noyabr ayında zəfər qazandıq. 44 günlük müharibənin qəhrəmanları bu dəqiqə, məsəl üçün də şəhidlərimizə Allahdan rəhmət, yerdə qalanlara isə can sağlıq diləyirik və əlavə olaraq da qazilərimizə də kimlərin şəfayətə ehtiyacı var, Allah özü onlara dəstək olsun, kömək olsun. Yəni, bugün ermənilərdən danışanda dolayısı yolla da olsa Azərbaycana qarşı olan hər bir addımda, Türk dünyasına qarşı olan hər bir addımda görürük ki, xislət sahibidirlər və Azərbaycana qarşı neynirlər? Öz bütün mənfi hərəkətlərini edərək mənfi auralarını, düşmənçiliklərini bəyan edirlər və bununla da xalqımıza vurulan zərbələri artırmağa çalışırlar. Bizlərdə dərin yaraları daha da açmağa çalışırlar. Burada diqqətli olmalıyıq. Və buradakı xəbərdarlığı dedik ki, Borçalı döyüşündə də biz Alman-Gürcü fraksiyasının məğlub olması, Alman-Gürcü, belə deyək ki, dostluğunu yubatdıq və bununla da Borçalıda qələbə qazanaraq neynədik? Artıq Almaniyanın AXC-yə olan diqqətinin biraz yayınmağına, biraz geri çəkilməyinə təkan verdik. Və bundan sonra Nuru Paşa neynir? 1918-ci ildə iyun ayında Gəncəyə daxil olur və burada və Osmanlı ordusu Gəncəyə gəlişi Gürcüstanın narazı saldı və onlar, belə deyim ki, onun qarşısını ala bilmədikləri üçün neynirlər? Azərbaycan hökumətinin Tiflisdən getməyini istəyirlər. Baxın, burada belə bir şey var.
və neyini müvəqqəti hökumət? Məcbur olur artıq paytaxtı, müvəqqəti paytaxtı köçürür Gəncəyə və Azərbaycan Xalq Cümhuriyyətini artıq nə eləyir? Gəncə dövrü başlayır. Və buradakı bütün bu hadisələr də, belə deyim, Gəncə dövrünün başlanması iyun böhranının səbəbinə olur. Və burada artıq birinci hökumətin, yəni belə deyək də, birinci hökumətin təhvil verilməsi və ikinci hökumətin artıq yeni hakimiyyəti qəbul etməsi üçün şərait yaranır. Və bu da 1918-ci il iyun ayının 17-sində baş verir və burada fövqəladə iclas təyin edilir. Milli Şura fəaliyyətini artıq dayandıraraq bütün səlahiyyətini Fətəli Xoyskinin rəhbərliyi altında ikinci hökumətə verir və artıq ikinci hökumət də 6 aydan gec olmadaq şərti ilə, baxın, müvəqqəti müəssisələr məclisini çağırmağa məcbur idi və Azərbaycanın çatışmayan bir sistematik cəhəti var idi. Nə idi o? Milli ordunun olmamağı. Yəni, belə deyim də, hələ ki dağınıq formada olan bir orduya sahib idik deyək. Yəni, ona görə də neyinirlər? Fövqəladə vəziyyət elan olunur, hərbi vəziyyət elan olunur və bununla da artıq milli ordunun yaradılması çox mühüm hadisə kimi qeyd olunur və tələb qoyulur. Və AXC yaranarkən Azərbaycanda baş verən bir digər hadisə Bakı Xalq Komissarları Soveti onu tanımadı və eyni zamanda Bakı Xalq Komissarları Soveti Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hərbi əməliyyatlara başlayır və ona qarşı müharibə elan edir və hətta soyqırım belə etməkdən çəkinmir. Və bundan sonra 1918-ci il iyunun 27-sində 4 gün ərzində Göyçayda döyüş baş verir və bu döyüşün nəticəsində nə olur? Qafqaz İslam Ordusu Bakı Xalq Komissarları Sovetinin qoşununu məğlub edir və bu da nə idi? Bütün müharibənin taleyini həll edən bir addım idi və burada artıq Bakı Xalq Komissarları Soveti təslim olur və bununla da nə olur? Artıq Bakı, belə deyək ki, Azərbaycan Xalq Cümhuriyyətini qəbul eləməyə məcbur olur. Çünki niyə? Artıq dövlətdə döyüş baş verir və bu döyüşdə məğlubiyyət artıq yeni bir meyara səbəb olur. Bakı Xalq Komissarları Sovetinin bu məğlubiyyətindən ən çox zərər görən kimi idi? Ermənilər. Ermənilər baxdı ki, Ruslar artıq bir ordu göndərə bilmir davamlı olaraq və mübarizə apara bilmir və ermənilər bu zaman neyini? İranda olan ingilislərdən kömək istəyir. Və bunu etməkdə də məqsədi nə idi? Rus-Qazaq qüvvələrini köməyə çağırsa da gələ bilmirlər axınlar. Onlar gəlmədiyi üçün məcbur olub İngilis qoşunlarını Bakıya çağırırlar və Sovet Rusiyasından narazılıqları nə idi? Onların deyilən yardımı edə bilməməsi, bir də Bakı Xalq Komissarları Sovetinin həmin dövrdəki bacarıqsız siyasəti. Və bununla da Bakı Xalq Komissarları Soveti neyini 1918-ci il iyunun 18-də, iyul ayının 18-də istifaya gedir və bundan sonra artıq 1918-ci il avqustun 1-dən etibarən kimlər gəlir hakimiyyətə? Sentrakaspi diktaturası. Və Sentrakaspi diktaturasının belə deyək ki, blokun tərkibi sağ, esed və menşevikdən ibarət idi və bunların artıq yenidən geri qayıtması, bunları hakimiyyətə gəlməsi, yəni Bakı Xalq Komissarları Sovetindən sonra Sentrakaspinin gəlməsində ən böyük dəstəkçi bildiyimiz kimi ermənilər olur. Yəni, ermənilərin də burada özlərinin maraqları var idi. Hətta istefa verən Bakı Xalq Komissarları Sovetinin başçısı olmuş Şamyan belə deyim ki, öz silahdaşları ilə bərabər Xəzər dənizindən Həştərxana, oradan isə belə deyim ki, Türkmənistana aparılıb güllələnmə hadisəsi baş vermişdi. Və ermənilər bunlar Şamyandan niyə vaz keçmişlər? Ona görə vaz keçdilər ki, Bakı Xalq Komissarları Soveti istədikləri formada dövləti idarə edə bilmirdilər və Azərbaycan Xalq Cümhuriyyətinə qarşı layiqli mübarizələrini apara bilmirdilər, onların düşüncə tərzindən deyirəm.
və məcbur olur, neynədilər? İngilislərdən yardım istərlər. Baxdılar ki, baxın, ruslardan kömək olmadı, kazaklardan kömək olmadı, rus-kazak dəstələrinə köməyə gələ bilmədi və məcbur olub İngilislərdən yardım aldılar ki, niyə? Azərbaycan Xalq Cümhuriyyətinə Bakını təhvil verməsinlər. Çünki Bakının əldən getməyi ermənilər üçün dəhşət bir problem idi. Və ona görə də neyniyir? İngilisləri Bakıya əldə saxlamaq üçün İngilisləri özünə qonaq çağırır, yəni dəstəyə çağırır ki, yəni mənim yanımda artıq heç olmasa, belə deyək də, həmin dövrdə ruslar kömək eləmir, rus dəstələri kömək eləyə bilmirsə, ən azından Bakını əldə saxlamaq üçün İngilislər ona yardım eləyə bilər. Bütün bu addımların atılmağı artıq nəyə işarə edir? Erməni xislətinin necə xain münasibətdə olduğu. Və bu zaman Sentrakaspia diktaturasının dəvəti ilə 1918-ci il avqust ayının 4-də, baxın, avqust ayının 4-də, belə deyim, Əncəlidə general Densterin, onun rəhbərliyi ilə 1000 nəfərə yaxın, belə deyək də, ordusunla Bakıya gəldi. Və ermənilər onları görəndə çox məyus oldular. Bilirsiniz niyə? Qoşunlarının sayı az idi və belə deyim ki, istədikləri say yox idi və ona görə də ermənilər bundan çox məyusluq keçirdilər. Ancaq Denstervil gəlib vəziyyəti gördükdən sonra tez bir müddətdə Bakını tərk elədi. Niyə? Birincisi, şəhərdə yerli silahlı qüvvələrin döyüş qabiliyyəti zəif idi və onlarla mübarizə aparmaq çətin olacaqdı və digər tərəfdən düşmənə qarşı da onlar üçün düşmən olan Azərbaycan Osmanlı ordusuna qarşı mübarizə aparmaq çox çətin olacaqdı və baxdı ki, xalqın arasında da Azərbaycan Osmanlı qoşununa rəğbət və sevgi böyükdür və burada artıq döyüşməyin və qalmağın mənasız olduğunu anladı. Ancaq bu dövrdə Rusiyanın əksinə, İngilislərin əksinə olaraq Almanlar çox maraqlı bir addım atdı. Hansı addımı? Almanların addımı ondan ibarət idi ki, belə deyək ki, Rusiya tərəfindən vəd olunan neftin müqabilində Almanlar Azərbaycandakı Bakı şəhərini Osmanlı və Qafqaz İslam ordusundan qoruyacaqdır, belə deyək ki, boynuna götürdü və bu dövrdə Almaniyanın uğursuzluğuna səbəb olan amillər nə oldu? Osmanlı-Azərbaycan hökumətlərinin birgə tələbləri və təzyiqləri, bundan başqa Almaniyanın 1-ci Dünya müharibəsində uğursuzluqları get-gedə artırdı və Sovet Rusiyası artıq öz hakimiyyətini də Bakı şəhərində bərpa edə bilmədi. Və bu zaman artıq vəziyyət dəyişdi. Niyə? 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam ordusu neyniyir? Həlledici döyüşə gedir və həlledici döyüşdə nələr ibarət olur? Sentrakaspia diktaturasının sübutuna gətirib çıxardı və düşmən qüvvələri artıq şəhərdən qaçmağa səy göstərirdi. Və bundan sonra 1918-ci il sentyabr ayının 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçürülür. Bakı artıq ikinci paytaxt şəhəri olur Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin. Və bu dövrün xarakteristikasını birgə yekunlaşdırar. Necə? Azərbaycan Xalq Cümhuriyyətinin daxilində tarixi dövrləri. Birincisi Tiflis dövrüdür. 28 may 16 iyun 1918-ci ildə. Yəni bu aralıqda fəaliyyət göstərir. Gəncə dövrü 16 iyun 17 sentyabr 1918-ci ilədək və sonluqda isə Bakı dövrü bayaq dediyimiz kimi 17 sentyabrda son qoyurlar Sentrakaspia diktaturasına, 15 sentyabrda son qoyurlar və 17 sentyabrda artıq Bakı paytaxt elan olunur 1918-ci ildə və 27 aprel 1920-ci ilədək hələ ki Bakı paytaxt olmağa davam edir. Və bu dövrün xarakterizə olunan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə baxarkən biz nələrə fikir verməliyik? Fikir verdiyimiz əsas məsələlərdən biri heç vaxt yatmaq bilməyən düşmənimiz, ermənilərin Azərbaycan xalqına və Azərbaycanın hökumətinə qarşı olan
hədələri, soyqırımları, təhdidləri, bütün hər biri bu meyarlar onların necə sədaqətsiz, necə xain millət olduğunu ortaya çıxarır. Biz bu cəhətlərə diqqət eləməliyik. Yadda saxlayın, deyir ki, nə olur olsun düşmən gecə yuxusunda belə yatmır, yenə də müəyyən xislətləri, niyyətləri xalqımıza qarşı, dövlətimizə qarşı bunları etməyə çalışırlar. Biz heç zaman onların belə deyək ki, ruh yüksəkliyinə və ya hər hansısa bir haldan keyflənib bizə qarşı hücumlara qalxmağına imkan verməliyik və bunun qarşısını almaq üçün də hər nə lazımdırsa biz onu etməyə hazırıq. Daima bunu eləməyi borcluyuq. Və Azərbaycan Xalq Cümhuriyyətində qanunverici funksiyaları deyil. Nədir? Qanunverici funksiyaları verən orqanı birincisi Milli Şura, ikincisi ikinci hökumət və sonradan yenidən artıq ikinci hökumət verir Milli Şuraya və bundan sonra artıq sonluqda müasir dövrünə bənzəyən parlament, artıq parlamentin idarəçiliyinə keçməyi və qanunverici orqanları bir daha sayırıq. Milli Şura, ardınca ikinci hökumət, yenidən Milli Şura və sonluqda isə parlament. Əziz abituriyentlər, birinci hissəsini izah elədim. Əsas giriş, formul və belə deyim ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlinin qurulmağında yardım edən sahələr, artıq müəyyən mənada irəliyə doğru atılan addımları izah elədim. Artıq növbəti hissədə isə daxili siyasətini və sonra xarici siyasətini izah edəcəm. Xarici siyasəti izah elədikdən sonra isə sonluqda isə Azərbaycan Xalq Cümhuriyyətinin artıq süqut mərhələsini geniş şəkildə onu da izah edəcəm və belə deyim ki, dərsliyimiz bölünməz olmasına görə 4 hissəli bölünüb sizlər üçün paylaşdıracağım. Bugün də mən belə deyim ki, müəyyən çətinliklərə görə bu şəkildə lövhə üzərində izah elədim. Özüm danışıb çıxış eləməklə və biraz da həyəcanlıydım. Yəni, vaxt həm mövzumuz dərin mövzudur. Amma istəyirdim ki, bir dəfiyə danışım, amma çox geniş mövzudur və vaxt həqiqətən çox uzun çəkir. Ona görə də gündəlik olaraq böləcəm. Azərbaycan Xalq Cümhuriyyətinin uşaqlar üçün 3 hissəli eləməyə çalışacağım. Çünki sabah daxili xarici siyasətini bir yerdə izah edəcəm və onun ardınca isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu haqqında məlumatları verəcəm. İnanıram sizlər üçün bu mövzumuz qaranlıq qalan heç bir şey olmadı. Giriş hissəsi bu qədər. Yəni izahım hər nə qədər sizin üçün uyğundursa, mənim üçün də uyğundur. İnanıram ki, sizlər üçün bir işıq ola bildik. Hər birinizə imtahanlarınızda uğurlar. İnanıram ki, ikinci şans sizlər üçün uğur gətirəcək, gələcək üçün parlaq nəticələr göstərəcəksiniz. Tarixdən hazırlıq və ixtisas seçimi üçün müraciət eləmək istəyənlər 077 318 63 29 077 318 63 29 nömrəsinə yaza bilərsiniz. Həm tarix hazırlığı, olimpiyada hazırlığı, istər təkmilləşmə hazırlığı, abituriyent hazırlığı hər biri üçün müraciət edə bilərsiniz. İxtisas seçimində də uğur qazanmaq istəyirsinizsə yenə də müraciət edə bilərsiniz. Əlimdən nə kömək gəlir, ən yaxşısını etməyə çalışacağam. Hər birinizə uğurlar. İkinci şans sizin ən böyük uğurunuz olsun və öz əllərinizlə öz uğur hekayələrinizi yazmaq hər birinizə nəsib olsun, əziz abituriyentlər.